Bismillahirrahmanirrahim. Əziz və dəyərli müsəlmanlar, hörmətli həmvətənlər. Bu yaxınlarda məclislərin birində mənə bir qardaşımız belə bir sual verdi ki, axı necə ola bilər ki, biz Raşidi xəlifələrin dövrünü qızıl əsr adlandırırıq, lakin biz görürük ki, həmin dövrdə Cəməl döyüşü kimi bir hadisə baş verib. Səhabələr arasında döyüş olub. Məsələnin mahiyyətini dərk etməyimiz üçün qərara gəldim ki, bu hadisənin həqiqətləri barədə söhbət açım. Çünki bu hadisədən İslam düşmənləri müsəlmanların səhvini parçalamaq üçün hər zaman istifadə ediblər. Bu gün də yanlış və uydurma rəvayətlərlə müsəlmanlar arasında çaşqınlıq, ixtilaf və parçalanmanın dərinləşməsini hədəfləyirlər. Düşünürəm ki, Cəməl hadisəsinin səbəblərini və mahiyyətini öyrənməyimiz təfriqəçilərə qarşı ən gözəl sipər ola bilər. Çünki bəziləri bu xüsusda elə uydurma rəvayətlər danışırlar ki, onu dinləyəndə İslama və müsəlmanlara qarşı, xüsusən də sevimli Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləmin dostlarına, səhabələrinə və yaxınlarına qarşı mənfi rəy formalaşır. Odur ki, bu acı hadisənin həqiqətləri barədə dürüst mənbələrə əsaslanaraq söhbət açmağın münasib olduğunu düşündüm. Çünki biz elə bir coğrafiyada yaşayırıq ki, bunların bilinməsi olduqca zəruridir. Bir çox müsəlman və qeyri-müsəlman tarixçilər bu hadisəni öz əsərlərində işıqlandırıblar. Lakin onlardan bəziləri doğru, digərləri isə qərəzli və məqsədlidir. İlk öncə bu döyüşə aparan səbəblərdən danışmaq yerinə düşər. Həmin səbəblərin əsası 3-cü Raşidi xəlifə Osman ibn Əffan radiyallahu anhunun xavaricilər tərəfindən öz evində vəhşicəsinə qətlə yetirilməsi idi. Onun bu dəhşətli ölümü İslam ümmətinə elə bir fitnə qapısı açdı ki, bu günədək həmin fitnənin mənfi təsirləri davam etməkdədir. İmam Ali ibn Abu Talib radiyallahu anhu hicrətin 35-ci ilinin Zilhiccə ayından sonra xəlifə seçilir. İslam dövlətinin rəhbəri olur. Ağır bir dövrdə hakimiyyətə gəlir. Mədinəyə çoxlu naməlum insanlar gəlib. Osman radiyallahu anhunun qətlindən sonra səhabələr ona beyət edərək onu xəlifə seçirlər. Osmandan əvvəl Ömər radiyallahu anhu da qətlə yetirilmişdi. Lakin Ömərin qətli bəlli idi ki, farslar tərəfindən göndərilmiş xain hücum nəticəsində baş vermişdi. Osmanın qətli isə fərqli idi. Bu dəfə İslam düşmənləri müsəlman cildinə girərək gəlmiş və Osmanı öz evində Quran oxuyarkən vəhşicəsinə qətlə yetirmişdilər. Müsəlman ordusu Afrikada, Şərqi Asiyada, dünyanın müxtəlif bölgələrini fəth edərkən paytaxtda Kufədən, Bəsrədən və Misirdən Həcc ziyarəti adı altında 6000 nəfərə yaxın toplum gəlir və Mədinədə vəziyyəti ələ alır. Dövlət başçısının evini mühasirəyə alaraq onu vəhşi bir üsulla şəhid etmişdilər. Özü də bu adamları təhrik edənlər kim olur? Səbailər. Abdullah ibn Səba adlı Yəhudi əsilli adam və onun tərəfdarları. Müsəlman cildinə girib fitnə yayırlar. Bunun altını çizərək deyirəm, bəlli olsun ki, fitnəkarların başı müsəlmanlar deyildi. Müsəlman cildinə girmiş İslam düşmənləri idi. Görürlər ki, müsəlmanlarla üz-üzə döyüşüb qalib gələ bilmirlər, başqa üsula əl atırlar. Müsəlmanların daxilində fitnə fəsad salaraq onları daxildən parçalamaq. Bu hər zaman belə olub. Bugün də İslam düşmənlərinin əsas prioritet işi bundan ibarətdir. Demək, iki məsələni bilmək lazımdır ki, Osman radiyallahu anhunun qatilləri səhabələr deyildi, kənardan gəlmiş xavariclər idi. İkincisi də Ali ibn Abu Talib radiyallahu anhu səhabələrin təkidi ilə xəlifə seçilmişdi. Talhə, Zubeyr, Səad ibn Əbu Vaqqas və Mədinədəki digər səhabələrin hamısı ona beyət etmişdilər. Uydurma və zəif rəvayətlərdə gəlir ki, güya onları məcbur etmişdilər. Bunlar hamısı səhih deyil və yalandır. Beləliklə, Osman radiyallahu anhunun qətli müsəlmanlar arasında böyük bir şok effekti yaradır. Düşünürlər ki, necə ola bilər ki,
bir neçə min illik Rum və Sasani imperatorluqlarını darmadağın etmiş dünyanın ən böyük və güclü dövlətinin başçısı öz evində bu şəkildə öldürülür. İmam Əli radiyallahu anhuya beyət etdikdən sonra Talhə və Zubeyr radiyallahu anhuma Mədinədə vəziyyətin qarışıq olduğunu görüb Məkkəyə ümrə ziyarətinə yola düşürlər. Möminlərin əmiri Əli ibn Abu Talib radiyallahu anhu da xavariclərdən qisas almaq istəyirdi. Lakin görürdü ki, onlar çoxdular, qarışıqlıq var. Biraz gözləmək lazımdır. Talhə və Zubeyr radiyallahu anhuma Məkkəyə gedib sahabələrlə, o cümlədən möminlərin anası Peyğəmbər sallallahu aleyhi və səlləmin xanımı Ayşə radiyallahu anhə ilə görüşüb, Osman radiyallahu anhunun başına gəlmiş bu dəhşətli hadisə barədə danışırlar. Belə bir nəticəyə gəlirlər ki, bu alçaq hücumu həyata keçirən xavariclər dərhal cəzalandırılmalıdırlar. Talhə və Zubeyr radiyallahu anhuma Ayşə radiyallahu anhaya deyirlər ki, Mədinəyə gəl bizimlə gedək. İnsanlar da görsün ki, Peyğəmbər sallallahu aleyhi ve sellem'in xanımı, möminlərin anası da bizimlədir. Bizimlə birlikdədir. Bizə qulaq assınlar, xainləri bizə versinlər. Möminlərin anası Həfsa radiyallahu anhə də çıxmaq istəyir. Ayşə radiyallahu anhə ilə birlikdə. Lakin qardaşı Abdullah bin Ömər radiyallahu anhu icazə vermir ona. Deyir, getmə. Fitnədir. 5000 nəfərlik ordu ilə İraqa doğru çıxırlar. Gedib Osmanın qatillərini cəzalandırsınlar. Çünki bilirsiniz, Osman radiyallahu anhunu öldürənlər Bəsrə, Kufə və Misir əhlindən idilər. Bunlar da çıxırlar ki, birinci İraqa, Bəsrəyə, oradan Kufəyə gedək, sonra da Misrə gedərik. Yolda bir hadisə baş verir. Az qalır Ayşə radiyallahu anhə geri dönsün. İmam Əhmədin və İbn Hibbanın nəql etdikləri hədisdə gəlir ki, bəzi alimlər bu hədisin həsən olduğunu deyiblər. Qays ibn Əbu Həzimdən rəvayət olunur ki, biz Bəsrəyə doğru yolda olarkən Amir oğullarının sulu ərazisindən keçərkən itlər bizə tərəf hürməyə başladı. Ayşə radiyallahu anhə soruşur ki, bu yerin adı nədir? Deyirlər ki, Havvəb. Ayşə radiyallahu anhə deyir ki, mən qayıdıram. İnsanlar isə deyirlər ki, yox, gərək gedəsən, insanlar sənə hörmət əlaməti olaraq xainləri təslim edəcəklər. Vəziyyət düzələcək. Məqsəd bu idi, islah. Ayşə radiyallahu anhə deyir ki, bir dəfə mən Allah Rəsulü sallallahu aleyhi və səlləmin belə dediyini eşitmişəm. Vaxt gələcək, sizlərdən birinin üzərinə Havvəb itləri hürəcək. Qayıtmaq istəyir Ayşə radiyallahu anhə, lakin Zubeyr radiyallahu anhə gəlir onun yanına, bacısının əri idi. Gəlir, deyir ki, qayıtma, gedək sənin vasitənlə müsəlmanların bu halı düzələcək. Belə düşünürlər ki, məsələni nə qədər tez həll etsələr, nə qədər tez Osmanın qisasını alsalar, bir o qədər tez insanlar arasındakı gərginlik aradan qalxar. Çünki insanlar düşünürdülər ki, əgər xəlifəni gəlib evində öldürüblərsə, demək sabah bu hər kəsin başına gələ bilər. Əmin-amanlıq yoxdur demək bu ölkədə. Gəlib çatırlar Bəsrəyə. Həmin vaxt artıq Əli radiyallahu anhu Osman ibn Huneyfi Bəsrənin valisi təyin etmişdi. Gəlib onunla görüşürlər. Osman ibn Huneyf onlardan soruşur ki, nə istəyirsiniz, niyə görə gəlmisiniz? Onlar da deyirlər ki, biz Osmanın qatillərini istəyirik. Onlardan Osmanın qisasını almaq istəyirik. Necə yəni Peyğəmbər sallallahu aleyhi ve sellemin kürəkəni, ailə üzvü, cənnətlə müjdələdiyi dostu, səhabəsi qətlə yetirilir. Biz də durub buna tamaşa edəcəyik. Baxın, bəziləri deyir ki, güya bu səhabələr Əliyə qarşı çıxmışdılar. Bu açıq-aşkar yalandır. Çünki Əli radiyallahu anhu Mədinədə idi. Onlar isə Bəsrəyə gəlmişdilər. Mədinədən ötüb keçib Bəsrəyə gəlmişdilər. Əksinə, Talhə və Zubeyr radiyallahu anhuma hər ikisi Əli radiyallahu anhuya beyət etmişdilər. Zubeyr radiyallahu anhu ümumiyyətlə Osman xəlifə seçiləndə belə Şura məclisində Əlinin xəlifə olmasının tərəfdarı olduğunu bildirmişdi. Talhə və Zubeyrin heç birinin xəlifə olmaq kimi iddiaları da olmayıb. Onların məqsədi Osmanın qatillərini cəzalandırmaq olub. Doğrudur, daha doğru olan bu idi ki, onlar gərək möminlərin əmiri Əli radiyallahu anhunun yanına gedəydilər. Və Əli özü qoşun göndərəydi, çünki xəlifə o idi qatilləri cəzalandırmaq üçün. Lakin baş verənlər belə olub. Düşünüblər, ictihad ediblər ki, Əli radiyallahu anhu buna etiraz eləməz. Birbaşa gəlirlər Bəsrəyə və Bəsrədə Osmanı öldürən xavariclər bu xəbəri eşidəndə döyüşə çıxırlar. Onların arasında kiçik Cəməl döyüşü deyilən bir döyüş baş verir. Həmin döyüşdə Talhə, Zubeyr və onlarla birlikdə olanlar Bəsrədəki o qatillərin üzərində qələbə qazanırlar. Bu əsnada Bəsrənin valisi Osman bin Huneyf
Mədinəyə İmam Əli radiyallahu anhuya məktub göndərir ki, bəs Talhə, Zubeyr radiyallahu anhuma, Ayşə radiyallahu anhə Bəsrəyə gəliblər. Və belə bir döyüş baş verib xavariclərə qarşı və onlar qalib gəliblər. Lakin döyüşdən sonra cəmaət öz qəbilələrinə dönüb və onlardan yardım istəyiblər, narazılıq yaranıb. Həkim ibn Cəbələ kimi bəziləri də onlara dəstək məqsədi ilə çıxıblar. İmam Ali radiyallahu anhu məktubu oxuduqdan sonra Mədinədən Kufəyə gəlir. Bəsrəyə getmir. İlk öncə Kufəyə gedir. Çünki Bəsrədə vəziyyət stabil deyildi. Kufəyə gəldikdən sonra iki sahabəni Qaqqa ibn Amr və Miqdad ibn Əsvəd radiyallahu anhumanı göndərir Bəsrəyə ki, gedin Talhə və Zübeyrlə danışıq aparın. Gəlir Qaqqa radiyallahu anhu Ayşə radiyallahu anhə ilə görüşür. Deyir, anacan, niyə gəlmisiniz bura? Ayşə radiyallahu anhə də deyir ki, islah məqsədi ilə gəlmişik. Gəlmişik ki, Osmanın qisasını alaq. Talhə və Zübeyr radiyallahu anhumə ilə də görüşür. Onlardan da soruşur, niyə gəlmisiniz? Deyirlər ki, biz Osmanın qatillərinin dərhal cəzalandırılmasını tələb edirik. Deyir ki, Qaqqa radiyallahu anhu, baxın, indi 600 nəfər qətlə yetirilib. Amma 6000 nəfər adam, onların həm qəbilələri narazılıq edirlər. Axı, xəlifə var, niyə onun yanına əvvəlcə getməmişsiniz? Onlar da deyirlər ki, biz düşünürük ki, möminlərin əmiri buna etiraz etməz. O da bunu istəyir. Sonda razılaşırlar ki, gəlin qayıdaq Mədinəyə. Orada Əli radiyallahu anhu özü qərar verəcək nə vaxt onları cəzalandırmaq lazımdır. Əslində Əli radiyallahu anhu da qisas almaq istəyirdi, lakin qarşılıq var idi, fitnəkarlar var idi. Məsələni ilk öncə dəqiqləşdirmək lazım idi. Gözləmək lazım idi ki, vəziyyət biraz sakitləşsin. Talhə və Zübeyr radiyallahu anhumə də razılaşırlar ki, Mədinəyə qayıtsınlar. İki ordu razılığa gəlir və sevinirlər ki, məsələ həll olundu artıq. Bu əsnada Səbailər, Abdullah ibn Səba adlı Yahudinin tərəfdarları, hansı ki, işləri ara qarışdırmaq idi, Osman radiyallahu anhunun qətli üçün aranı qızışdıranlar da onlar olmuşdu. Başa düşürlər ki, Əli radiyallahu anhu Talhə və Zübeyrlə razılığa gəliblər və anlayırlar ki, bu onların sonu deməkdir. Belə qərara gəlirlər ki, bu razılığı dərhal pozmaq lazımdır. İki qrupa bölünürlər. Bir qrup gedir Əlinin ordusu olan yerə, digər də gedir Talhə və Zübeyrin düşərgəsinin olduğu yerə. Başlayırlar insanları öldürməyə. İbn Həzm, İbn Kəthir, İbn Cərir Tabari, İbn Teymiyyə, İmam Zəhəbi, İbn Xaldun kimi görkəmli İslam alimlərinin hamısı bunu qeyd edirlər ki, Səbailər gecə vaxtı Talhə və Zübeyrin ordusuna hücum edirlər. Hər iki ordunun içərisində fitnə yayırlar ki, bəs qarşı tərəf sizə xəyanət elədi, biz razılaşmışdıq ki, Mədinəyə gedək, döyüş söhbəti olmamışdı, xəyanət var, qarşı tərəf xəyanət eləyib sizə. Beləcə, hücum eləyirlər qarşı tərəfə, döyüş baş verir. Döyüş məqsədi olmayıb səhabələr arasında, lakin fitnəkarlar və cildə girmiş İslam düşmənləri, Səbailər arana qatırlar. Talhə, Zübeyr və Əli radiyallahu anhunun hər üçü cənnətlə müjdələnmiş səhabələr idi. Aralarında möhkəm bağlılıq var idi. Üstəlik Zübeyr Əlinin bibisi oğlu idi. Yəni hamısı bir-birinə yaxın qohum qardaşlar idi. Lakin Səbailər gecə vaxtı aranı qatırlar və gözlənilmədən döyüş başlayır. Həmin döyüşə də tarixdə böyük Cəməl döyüşü deyilir. Cəməl ərəb dilində dəvə deməkdir, yəni dəvə döyüşü. Nə üçün belə adlanırdı? Çünki möminlərin anası Ayşə radiyallahu anhə həmin səfərə dəvənin üzərindəki kəcavədə gəlmişdi. Zübeyrlə Talhə özləri döyüşdə iştirak etmirlər. Nə qədər çalışırlar ki, insanları sakitləşdirsinlər, alınmır. Qışqırırlar ki, əl saxlayın, biz bunun üçün bura gəlməmişik. Gəlmişik ki, Osmanın qatillərini cəzalandıraq. Ayşə radiyallahu anhə adamlar göndərir ki, döyüşü dayandırın, alınmır. Əli radiyallahu anhu da çalışır döyüşü dayandırsın, xeyr olmur. Artıq ox yaydan çıxmışdı. Zübeyr görəndə ki, döyüş qızışır, çıxıb gedir, tərk eləyir həmin yeri ki, döyüşdə iştirak eləməsin. Bu vaxt İbn Cürmuz adlı bir xain, xavariclərdən olan bir xain, gəlib onu arxadan vurub şəhid edir. Talhə bin Ubeydullah insanlara döyüşü dayandırmağa səsləyərkən oxla vurulur və şəhid olur. Ayşə radiyallahu anhənin döyüşü dayandırmaq məqsədi ilə göndərdiyi adamların hamısını öldürürlər. İmam Əli radiyallahu anhu görür ki, fitnəkarların məqsədi möminlərin anasını öldürməkdir.
Çünki döyüş onun dəvəsinin ətrafında gedirdi. Əmr edir ki, dəvəni öldürüb Ayşə radiyallahu anhəni təhlükəsiz şəkildə fitnəkarların arasından çıxarsınlar. Ayşə radiyallahu anhənin kəcavəsinin olduğu dəvəni də çoxlu ox və nizələrlə vurmuşdular. Dəvə yıxılır və döyüş dayanır. Ona görə də bu döyüşə Cəməl döyüşü deyirlər. Dəvə yıxıldıqda Ayşə radiyallahu anhənin qardaşı Muhammed gəlib kəcavəyə baxıb bacısının sağ olub olmadığını yoxlayır. Görür ki, sağdır. Kəcavəni Əli radiyallahu anhunun düşərgəsinə aparırlar. Yeri gəlmişkən Əbu Bakır radiyallahu anhunun oğlu Muhammed, yəni Ayşənin qardaşı, möminlərin əmiri Əli ibn Əbu Talib radiyallahu anhunun ordusunda idi. Xilafət ordusunda idi. Bu döyüşdə Talhə ibn Ubeydullah, Zübeyir ibn el-Avvam, Muhammed ibn Talhə və başqaları şəhid olurlar. Döyüşdən sonra Əli radiyallahu anhu Talhənin cəsədini görüb ağlayır və deyir ki, kaş ki bundan 20 il əvvəl öncə ölmüş olaydım. Necə ola bilər ki, biz Talhə ilə birlikdə Peyğəmbər sallallahu aleyhi ve sellemin yanında vuruşurduq. İslamı ilk əvvəl qəbul edənlərik. Necə ola bilər ki, belə bir hadisə baş versin? Döyüşdən sonra Peyğəmbər sallallahu aleyhi ve sellemin və Əli radiyallahu anhunun hər ikisinin bibisi oğlu olan Zübeyir radiyallahu anhunu qətlə yetirən xain İbn Cürmuz Əli radiyallahu anhunun yanına gəlir ki, Zübeyri mən öldürmüşəm. Bu da onun qılıncı. Əli radiyallahu anhu da deyir ki, sevinmə. Mən Allah Rəsulü sallallahu aleyhi və səlləmin belə dediyini eşitmişəm ki, Safiyyənin oğlunu öldürəni cəhənnəmlə müjdələ. Həmçinin Talhəni öldürəni də cəhənnəmlə müjdələyir. Döyüşdən sonra Əli radiyallahu anhə Ayşə radiyallahu anhənin yanına gəlir, ona salam verir, vəziyyətini soruşur. Deyir, necəsən anacan? Ayşə radiyallahu anhə də deyir ki, əlhəmdülillah. Sonra Əli radiyallahu anhu dua edir onun üçün, deyir ki, Allah səni bağışlasın. Ayşə radiyallahu anhə də buyurur ki, Allah səni də bağışlasın. Beləcə, Əli radiyallahu anh, möminlərin anası Ayşə radiyallahu anhəni hörmət və izzətlə Mədinəyə yola salır. İmam Həsən və İmam Hüseyn radiyallahu anhuma şəxsən Ayşə radiyallahu anhənin təhlükəsiz şəkildə yola salınmasını təmin edirlər. Baxın, belə bir fitnə baş verir Hicrətin 36-cı ilində. Fitnə baş verdikdə yaxşıya pisə baxmır. Onun zərəri hər kəsə toxunur. Uca Allah Quran-ı Kərimdə buyurur ki, وَاتَّقُوا فِتْنَةً لَا تُصِيبَنَّ الَّذ۪ينَ ظَلَمُوا مِنْكُمْ خَاصَّةً Elə bir fitnədən qorxun ki, o, sizlərdən təkcə zalım olanlara üz verməz, hamınızı bürüyər. Ayşə radiyallahu anhə hər dəfə bu hadisəni xatırlayarkən ağlayardı. Peşman olmuşdu ki, Bəsrəyə niyə görə gedib? Abdullah bin Ömər radiyallahu anhunu bir dəfə görür və deyir ki, kaş ki, bacını getməyə qoymadığın kimi məni də qoymazdın. Həmçinin Əli radiyallahu anhu sonradan bu üzücü hadisəni Talhə ilə Zübeyri xatırlayarkən demişdi ki, Uca Allah bizə bu ayəni nazil edib. Bizim barəmizdə bu ayəni nazil edib. Biz onların ürəklərindəki kin-küdurəti çıxarıb kənar etdik. Onlar taxtlar üstündə qarşı-qarşıya oturan qardaşlar olacaqlar. Onların hər biri xeyir və islah məqsədi ilə çıxmışdılar. Lakin fitnəkarların törətdikləri fitnə öz işini görür. Məqsəd eyni idi. Talhə və Zübeyir radiyallahu anhuma Osmanın qisasını almaq istəyirdilər. Özü də dərhal düşünürdülər ki, məsələni gecikdirsələr, fəsad daha da çox yayılacaq. Möminlərin əmiri Əli radiyallahu anhu da bunu istəyirdi, lakin biraz gözləməyi daha məqsədə uyğun hesab edirdi. Bu qədər. Başqa yalan rəvayətlərə inanmayın və bilin ki, həmin uydurma rəvayətləri yayanlar səbailərlə eyni məqsədi, müsəlmanları parçalamaq məqsədini güdürlər. Bir müddət sonra möminlərin əmiri Əli ibn Əbu Talib radiyallahu anhu xavaricilərə və səbailərə qarşı cihad elan edir və onların mütləq əksəriyyətini məhv edir. Bu əlim hadisələrdən hər kəs ibrət götürməlidir. Özlərindən başqa hamını təkfir edənlər də, hər kəsdən salamı kəsib fitnə və təfriqə yaradanlar da, hər kəs. Çünki bugün də səbailərin yaratdığı fitnə davam edir.
və düşmənlərimiz çalışır ki, müsəlman coğrafiyasında daxili çəkişmələr olsun. Döyüş meydanında qələbəmizi həzm edə bilməyənlər milli, sosial və dini zəmində daxili provokasiyalar yaratmağa çalışırlar. Uca Allahdan diləyirik ki, bizləri fitnədən və fitnə əhlindən qorusun, ölkəmizdə və bütün müsəlman ölkələrində fitnə yayanlara, ara qarışdırmaq istəyənlərə imkan verməsin, ölkələrimizdə və bütün müsəlman ölkələrində əmin-amanlığı daimi eləsin. Amin. Vəlhamdülillahi Rabbil aləmin.